Şu. Yəni bu dərsdə biz keçirik. Keçən dərs Homeland tabını bitirmişik də, düzdür? Bəli. Bu dərsdə isə keçəcəyik insertlerin tabını. Hamı diqqətlə bura baxsın. Deməli, cədvəllərdən hər hansı birini açıram. Olsun elə bu cədvəlimiz. Insert. Insertdə əslində bildiyimiz çox şey var. Məsələn, baxın, illustration hissəsində bildiyimiz bu şəkil əlavə etmədir, fiqur əlavə etmədir, icondur və s. kimi. Məsələn, biz burada əslində bu hissəni də bilirik, diaqram hissəni. Sadəcə burada diaqram daha geniş verilibdir. Bəli, text hissəsi var, simvol hissəsi var, link hissəsi var. Artıq bunları bilirik. Bizim bilmədiyimiz hissələri indi gəlin keçək. Birinci pivot table. Pivot table əslində bir növ filtrlə bəzəyən bir ayrıca bir belə deyək də yekun cədvəldir. Filtrə necə bənzəyir? Filtrdə nə edirsiniz? Axtarırsınız və sizin axtardığınız sizə daha cəlb verir, daha rahat verir, daha elə bil. Amma orada başlıqları özünüz seçmirsiniz. Hansı ki başlıqlar var? Məsələn, tutaq ki, mən demişdim ki, vəzifəsi müdir olan. Müdirə aid bütün məlumatları ötürür bizə. Adını da, soyadını da, nə bilim, nə ki başlıqlar var, hamısını ötürür. Başa düşdünüz? Amma pivot table-da sadəcə mən seçdiyim sütun başlıqlarını göstərir mənə. Ola bilər ki, o cədvəldə ad var, soyad var, əlaqə nömrəsi, ünvan var. Amma mən deyirəm ki, sadəcə mənim üçün adı və maaşı göstər. Təkcə bu sütunları görmək istəyirəm. Oradan da yekun cədvəl çıxarda bilirəm. Yəni, məsələn, tutaq ki, mənim belə bir cədvəlim var. Ümumiyyətlə, pivot table necə yarada bilərəm desəz, bu cədvələ aid, ya bu cədvəlin hər hansı bir xanasında dayanırsınız, ya da bu cədvəli Ctrl-A vasitəsilə seçirsiniz. Seçdikdən sonra keçirsiniz pivot table-a. Üzərinə kliklədiniz. Belə bir nə deyirlər? Pəncərə. Pəncərə açılır və bu pəncərədə iki dənə punkt var. Birində deyir ki, Səid, deyir yeni eşitməyin kifayət eləmir. Burada bax. Yeni pəncərə, daha doğrusu faylda aç ya da ki, vərəqdə aç bu pivot table-a. Niyə bu hissədə görürsünüz? Burada isə deyir ki, sən location göstər mənə, məsələn, bura. Mən pivot table-ı ora əlavə edeyim. Oku kliklədim. Pivot table-ımı yaratdı. Və mən sağ hissədə görürəm ki, artıq pivot table var. Buyur. Kanalını seçən kimi gəlir. İndi təkrar göstərim, gəl. Bax, seçdin. Insert pivot table. Gəlirsən, bunu aktivə edirsən, location aktiv olur. İstənilən bir xanal, mən buranı da seçə bilərəm. Prosto burada seçmə səbəbim odur ki, sağda rahat görə bilim də o üstün başlıqlarını. Görsən, avtomatik deyir ki, sənin location'ın D13-dür. Oku kliklədim və göstərdi. İndi mən deyirəm ki, mənə lazımdır adlar və ümumi maaş. Görürsünüz, bu hissədə ümumi yekun cədvəl görə bilirsiniz. Yəni, o boyda başlıqlar olsa da, yəni nə qədər başlıq olursa olsun, siz seçmədiyiniz təqdirdə onu sizə göstərməyəcək. Və burada yenə filtrləmə eləyə bilirəm. İşarədən görürsünüz zaten. Filtrləmədə deyirəm ki, mənə lazımdır Həsən. Oku klikləyirəm və mənə göstərir ki, Həsənin maaşı 1300 manat. Başa düşdünüz? O boyda, məsələn, daha böyük cədvəllərdə istifadə olunur bu. Kiçik cədvəllərdə əlbəttə ki, istifadə olunur. Çünki mən onsuz da buradan başa düşə bilirəm ki, kimin maaşı nə qədərdir. Başa düşdünüz? Amma böyüklərdə onu tapmaq, hətta deyirsiniz ki, ola bilər ki, sütun başlığı çoxdur. Mən onu axtarmaqdansa sadəcə mənə lazımdır 2 sütun. Adı və maaşı lazımdır. Və bu şəkildə də tapa bilərsiniz. Aydındırmı? Bu hissədə də göstərir ki, zaten sətirlərin adı və soyadı. Daha doğrusu başlıqların adı və soyadı. Buradan yenə istəsəm nömrəsini də qeyd edə bilərəm. 10-cu adamdır. Deyir ki, 10-cu adamdır. Həsən, maaşı da bu qədərdir. İstəsəm dərəcəsini də göstərə bilərəm. Deyər ki, dərəcəsi 5-dir. Hansı başlıqları seçdim, onu da göstərəcəm. Dərəcəsi, məsələn, işdə səviyyə şeyləri var da, onu nəzərdə tutur. Bəli. Yenə bunları istəsək ləğv eləyə bilərik. Bu oldu sizin pivot table anlayışınız. Əgər buna aid başqa bir nə isə olarsa, izahını verəcəm. Sonra keçdik. Pivot table-ın qurulması üçün belə bir əmr də var. Sadəcə biz bundan istifadə etmirik. Niyə?
Bu bizə şablon verir çünki. Bizim istədiyimizi yox, özü istədiyini, özü düzəltdiyini verir. Məsələn, baxın, burada deyir ki, nömrə və ümumi nömrəsini və ümumi maaşını göstərir. Bizə lazım ola bilər? Yox. Əslində lazım ola bilər. Niyə? Deyərik ki, məsələn, amma nömrələr burada şey vermir. İkinci adam, hə, düzgün vermir. Hə, sonra məsələn, yenə dərəcəsini verib, bir də maaşları verib. Görürsünüz, düzgün deyil. Məsələn, burada dərəcəsidir. Hə, düzdür. Yəni ona görə də ən düzgünü sizin özünüzün qurmağınızdır. Keçdik buradan. Table nədir? Cədvəl. Cədvəl qurmaq. Sadəcə seçirsiniz, hansı ki bizə Word-də bilirik bunu. Oku klikləyən zaman seçdiyimiz o diapazonu format verir. Yəni formatlı cədvəl. Nə? Şart vermədim. Cədvəl üzərində deyil mən onu deyirəm. Əlavə lentabında, hə, düzdür, haqlısan, doğrudur. Bax, həmin o dediyi, görsən buradadır. Header row, first column, filter button, total row və s. Hamısı orada da var. Burada da əlbəttə ki, rənglərini falan da dəyişdirə bilərsiniz. Hə, düzdür. Amma çox vaxt zaten formatdan istifadə olunur. Əgər şablon formada saxlayacağamsa, hə, istifadə edə bilərəm. Şablon formada yox, amma hesablamalara aparacağamsa, onda istifadə etmirəm. Sonra bu hissəni zaten bilirsiniz. Diaqram. Keçdik diaqrama. Baxın, diaqram əslində ən çox da Excel-də istifadə olunur. Sizə diaqram adi gəlməsin. Diaqram həmin bu Excel-də verilən məlumatların, o rəqəmlərin vizuallaşdırılmış şəklində olan formasıdır. Əslində bu ayrıca bir proqram var buna aid. Tablodur, Power BI-dir, bilmirəm, eşidirsiniz yoxsa yox. Baxın, onlar sırf vizuallaşdırmaq üçün nəzərdə tutulur. Məsələn, müəssisə də deyir ki, müdür deyir ki, mən rəqəmləri görmək istəmirəm, mənə lazımdır ki, sadəcə diaqramla görüm ki, hə, harda artım, azalma var. Başa düşdünüz? Yəni, mən onu analiz eləmək istəyirəm. Sağ olun. Yəni, sizə elə belə gəlməsin, yəni diaqramlar çox vacib bir hissədir. Əlbəttə ki, biz diaqram quracağıq, indi görəcəksiniz. Gəlin biz elə yaxşı belə bunda qalaq. Buna aid diaqram quraq. Diaqram quranda, diaqramda nəyi görmək istəyirəm? Əksər vaxtı görülməlidir. Ad və maaş. Çox vaxt belə olur, yəni. Gəlirəm, deyirəm ki, mən adları paralel seçməyim üçün hansı düymədən aha, kontrol sıxıb saxlayıram və maaşı seçirəm. Seçdikdən sonra Adil maaşı. müdürdür da yazdım ona görə. Yazıq müdür deyil. Diaqramda 11 növ var. Amma 2-3 dənəsini bilsəz kifayətdir. Məsələn, faizlə göstərmək istəsəm dairəvizdən göstərə bilərəm. Sütun şəklində göstərmək istəsəm, baxın, buradan istifadə edə bilərəm. Gəlin elə bundan istifadə edək. Bəli. Yaratdım. Deməli, mənim indi belə bir diaqramım var. Yaxınlaşdırıram. Diaqramda göstərir. Deyir ki, şəxslər bunlardır və maaş aralığı 0-dan 1500-ə qədər artıb azalma var. Daha doğrusu çoxalma var. Yəni, ondan yuxarı yoxdur. Gəlin buradan biz buna dizayn verək. Dizaynları bu şəkildə dəyişdirə bilərsiniz. Məsələn, mən bunu seçdim. Hansı? Aha, dəyişdirə bilərik. Sonra gələrəm, burada var Add Chart Element. Bu hissədə, baxın, İstəyərəm bunu göstərərəm, istəyərəm göstərmərəm, istəyərəm başqa formada görmək. Baxın. Hə. Nə dedim? Adilin maaşı. Adilin maaşı yox idi. Adil 2 nəfərdir, səhv eləmirəmsə. Hə. Bu arada orada Elxan Vəliyeva yazılıb. Hə, başqa hamısı düz qalan. Hə. Burada belə göstərir. Davam edib düzəltməyə. Baxın, yenə keçdim bu hissədə. Görürsünüz? Yəni, bu şəkildə də düzəlişlər eləyə bilərsiniz. Sonra gələk baxaq. Belə də eləyə bilərik. Bəli. Arxadakı xətləri də düzəldə bilərsiniz. Cədvəli düzəltdim. Şimdi bu cədvəlin ad hissəsi var burada. Ad hissəsini litrə yazıb mən özüm düzəltmək istəyirəm. Okey olsun maaş.
Şu, bunu da yaratdım. İndi deyə bilərik ki, bunlar hamısı göy rəngdədir da. Mən istəyirəm ki, hər şəxsin özünə aid rəngi olsun. Type'dan düzeltirsiniz. Nəyi? Renkleri. Tipler. Change. Burada Aldım. belə edə bilərim. Amma ən rahatı nə bilirsiniz? Bax, gəlirsiniz, bir dəfə klikləyəndə hamısını seçir. İki dəfə klikləyəndə tək-tək seçə bilirsiniz. Gəlirsiniz bu formatdan. Bilirsiniz ki, mən bunun rəngini istəyirəm, olsun yaşlı rəng. Gördünüz? Yenə kliklədim, gəlib deyirəm ki, bunun rəngi olsun, məsələn, narıncı rəngdə. Bunun rəngini dəyişdirirəm. Keçdimi? Görmürəm. Hə? Ses var. Aha. Gəlib seçirəm. Deyirəm olsun bunun fiyoletivi. Gəldim bunu seçdim. Deyirəm ki, olsun bunun rəngi sarı rəngdə. Adil. Hə. Sonra olsun belə rəngdə. Görürsüz? Hamısının rəngini istədiyim kimi dəyişə bilərəm. Hamısını eyni tonda eləmək istəsəz, yenə bayaq necə elədim? İlk dəfə seçəndə görürsüz, hamısını seçir. Hamısının eyni rəngini eləmək üçün də belə eləyə bilərsiniz. Başa düşdüyümü? İndi bircə dəqiqə. İndi mən deyirəm ki, belə yox, faizlə görmək istəyirəm bunu. Seçirsiniz, gəlirsiniz insert-ə. Bu dəfə seçirəm. Mən bunu. Ümumi seçiciyi de sonra Hə, maaşın yenə adı. Yəni, nəyi seçmisənsə. Görürsüz, artıq bunu çevirdi. Faizini göstərməyin. Deyəcəksiniz faiz hanı? Gəlin baxaq. Gəldi dizayna. mektepte değil. Mektep. Hə, Aynen öyle. Ben de gösterme var. de. Nə? Faizi bir dənə dairədə görəcəksiniz. Faizləri Daireler yani zaten ama. İsraildə bax da, bax belə göstərə bilərsiniz. Tamam. Hə. Sonra buradan okey. Bu neydi? Nə? Bu neydi? Bunu düzeltir ya. Hə. Baxın belə eləyir. Dersi. Başa düşdüyümü? İndi biz maşına aid ümumi dünyada olan maşınların sayı olacaq. Onların adları olacaq, onların faizləri olacaq. Biz sayılarına görə onların neçə faiz əhatə elədiyini dairəvi diaqramdan tapacağıq. Bu ya yox, evə vermək istəmirəm. Gələn dərsimizdə burada praktik edərik. Evə başqa cədvəl verəcəm. Okay, sonra bunlar oldu diaqramlarımız. Gəlin bir dənə də belə bir diaqram verək. Məsələn, yenə adı seçirəm. Yenə maaşı seçirəm. Maaş DS olub, olsun, hem yox. Gəlirəm, baxın, buradan artıb azalma ilə. Olsun bu. Görürsüz, artıb azalma. Artıb azalma bu qırılma nöqtələri var ya, bu qırılma nöqtələrini burada düzəldə bilərik. Gəlin, məsələn, burada bunu seçək. Aha, seçirsiniz. Yenə buradan gəlib düzəldə bilərsiniz, əlbəttə ki. Baxın, belə düzəlişləriniz mümkündür. Məsələn, belə. Bir başa düşdünüz də əsas əhəmiyyəti. Tamam, okey. Bunu bildim. Sonra keçdik bunlara. Bunlar isə bir dənə xananın içərisini düzəltmək üçündür bunlar. Bax, bir dənə xananın. Məsələn, dayanırsınız burada. Deyirsiniz ki, mən bu maaşın artıb azalma formasını görmək istəyirəm. Burada 3 dənə forma var. Yenə artıb azalmasını göstərir, sütunla göstərir. Bu da isə yenə sütunlandır, sadəcə fərqli sütundur. Məsələn, mən bunu seçdim. Deyir nəyə görə? Buna görə. Bu, yəni buna uyğundur. Gəldim, o kliklədim. Gördünüz? Yenə burada dəyişdirə bilərsiniz əlbəttə ki. Hə, okey, buna ehtiyac yoxdur. Baxın, bunları aktiv eləsən, qırılma nöqtələrini görə bilərik. Şurada diyagramı görüyorum. Bəli, bəli. Təkcə bir sütuna uyğun durur. Başa düşdünüz? Evet. Və buradan görmək olur ki, yəni ən aşağı budur, sonra budur, sonra budur. Yəni belə artıb azalmalar var. Sonra
Deməli, qalır burada sılka və timeline. Gəlin bunlara bax. Filtr. Anlaşılır. Hə, hə. Əslində elə eyni şey. Görəcəksiniz. Deməli, mən deyirəm ki, bu cədvələ uyğun sılkalar əlavə etmək istəyirəm. Okey, bir dəqiqə. Bağlantı. Bunu da göstərir, onda niyə göstərmir? Onda nə kimi problem var acaba? Hadi, çıx. Niyə göstərmədi? Neyin? Bir dəqiqə deyəcəm. Anlatıcı dəyiş, rafı. Necəlik? Gəldim, insert. Göstərmir. Yaxşı, eybi yox. Nəsə problem var bu cədvəldə, ona görə göstərmir. Gəlin bunda baxın. Gəldim. Aha, fikir verin nəyə? Mən bir dənə cədvəlin bir dənə xanasını seçdim ya da kontrol A elədim, fərqi yoxdur. Pivot table necə qurmuşdumsa elədim. Bütün başlıqları göstərir. Pivot table-da nə edirdim? Deyirdim ki, təkcə mən görmək istəyirəm adı, maaşı. Yenə burada da eyni şeydir. İndi deyirəm adı görmək istəyirəm, maaşı görmək istəyirəm və vəzifəni görmək istəyirəm. Oku klikləyən zaman, baxın, balaca belə e, hə, balaca cədvəllər gəlir. İndi gəlin baxaq. İndi mən deyirəm ki, mənə lazımdır Elxan. Deyir ki, Elxan şöbə müdürüdür və maaşı 1300 manatdır. Avtomatik burada göstərir. Mən indi bunu ləğv elədim. Deyirəm ki, mənə lazımdır müdir. Müdir kimdir? Adildir, boşdur. Yəni, mən burada nəyə dəyişsəm fikir verdisə, hər yerdə dəyişdi. Diaqramda da özünü göstərdi, cədvəldə də özünü göstərdi, sonra pivot table-da da özünü, yəni hər yerdə dəyişdi. Başa düşdünüz? Yəni, əslində sən demiş, bir növ filtrdir. Daha rahat axtarışı göstərir. Pivot table-a da bənzəyir. Məsələn, Rənadır, vəzifəsi satış təmsilçisidir və ümumi maaşı 1000 manatdır. Aydındır, filtrləməni də bu şəkildə ləğv eləyə bilərsiniz. Silmək üçün seçdiniz, backspace, seçdiniz, backspace. So, Ofislər də listədir. hə, hamısını, bunları da silə bilərəm bu şəkildə. Baxın. Bunu da o şəkildə silə bilərəm hətta. Amma bunda delete-lə səhv etmirəmsə. Delete yuxarıda və hədəfdə var. Hə, görmürəm. Okey. Bir də qaldı burada timeline. Bu isə əgər cədvəlimdə tarix varsa, ancaq ondan işləyə bilirəm. Yəni, məsələn, tutaq ki, mənim böyük həcmli cədvəlim var. O cədvəldə müxtəlif tarixlər var. Məsələn, həm doğum tarixi var, həm də işə giriş tarixi var. Və düşünün ki, 100 nəfər var müəssisədə və bu 100 nəfərin, məsələn, doğum tarixini axtarırıq. Ya da ki, işə giriş tarixini axtarırıq. Ki, deyirik ki, məsələn, mən 100 nəfərdə tapmalıyam, 2024-ün oktyabrın 30-unda kim işə girib? Onu tapmaq üçün ən rahat yol nədir? Əvvəlcə gəlirsiniz, bu cədvəlin pivot table-unu qurmalısınız. Yadınıza saxlayın ki, timeline pivot table-sız işləmir. Gəldim mən, burada dayandım, oku kliklədim, pivot table-um quruldu. İndi isə gəlirəm, deyirəm ki, timeline quraq. Və avtomatik fikir versiniz, sadəcə tarix sütunu gəlir. Aktiv elədim. Əgər siz tarixdə səhvlik eləmisinizsə, necə ki, məsələn, səhv yazanda sola düşürük, onda timeline qura bilməzsiniz. Çünki o tarix kimi qəbul eləmir, bax onu. Orada gəlib tipini date eləmir, baxın. Başa düşdünüz? Mütləq ki, tipi date olmalıdır ki, timeline aça bilsin. Oku kliklədim. İndi baxaq. Bu hissədə göstərir. İli, rübü, ayı, bir də günü. Hamısını seçə bilərsiniz. İllər. Mənə lazımdır 2023-cü il. Mənə lazımdır, rüb hələ ki burada ehtiyac yoxdur. Mənə lazımdır mart ayı. Deyən baxın görün mart ayı var mı? Yox. Ha, var. Hə. Olsun mart ayı. Bir də deyirəm gün lazımdır. 3.
Götürüldü çünkü. Burada pivot table'da seçməmişəm axı adları. Aha. Məsələn, məncə bu şey deyil. Dayanın. 3-cü ay mart ayıdır elə. 2000, amma bu 2022-də axı. Görürsüz çıxartmır. Bu da tek baksanda orada bir şey götürülür ama. Bir dəqiqə. 20'si gözləyin. Bax. 2000 bu neçədir? Sen 24 seçeceksin. Hə, tamam. Onu da bir dəqiqə gözləyin. Okey. Deyirəm 3-cü ay 2024. Gördünüz? Çıxartdım. Mesela Başa düşdünüzmü? ben Bu da yəni axtarış təmin edir. İndi məsələn mən deyirəm ki, bəli, təkcə tarix. Timeline ancaq tarixlə işləyir. İndi məsələn mən deyirəm ki, 2022-nin görürsüz avtomatik 2022-ni çıxardığında deyir ki, hə bunlar da 2022-də. Deyirəm bəs mənə lazımdır ki, ay olaraq deyirəm baxın görüm 2022-də 5-ci ay may ayı. Görürsüz deyir Elxan. Hətta günə kimi tapa bilərəm. Başa düşdünmü? Silmək üçün seçdiniz backspace. Bunu da eyni zamanda elə silə bilərsiniz. Sadəcə ən asan yolu deletedən silə bilərik. So, indi hər kəs bunu praktik eləsin sürətli şəkildə. ben